gördük sizləri, əziz bizim səda sevənlər. Sujetlərə keçməzdən əvvəl qısaca anons edim ki, bugün siz dişlərin ağardılmasının təbii yollarından tutmuş, adı makarondan heç də fərqlənməyən makaroni şirniyyatı, sıra mədəniyyəti, sakit xarakterli insanlar haqqında ətraflı məlumat əldə edə biləcəksiniz. Hazırsınız? Elə isə başladıq. Deyirəm ki, bu həyatda problemsiz yaşamaq mümkün deyil də. İş ondadır ki, bu problemləri yaradanda elə biz özümüzük. Sən, mən, o, bu. Təsəvvür edin, ötən gün girmişəm şəhərdəki supermarketlərdən birinə ki, ev üçün lazım olanları alım. Evə bazarlıq edim, nəysə. Ərzaqları zəmbilə yığıb, gəlib durdum növbədə ki, növbəm çatanda hesabını ödəyərəm. Elə təzəcə növbəm yaxınlaşmışdı ki, bir də gördüm, bir əl başımın üstündən uzandı satıcıya doğru. Al, biraz tez olun, növbədə dura bilmirəm, 2 siqaretin pulunu çıx. Elə çöndüm ki, bu dırnaq arası mədəniyyət nümunəsinin kim olduğunu görüm. Bəlkə doğrudan da xəstədir, şikəstdir, gözləmə imkanı yoxdur. Gördüm ki, bir zırpı kişidir ki, yanaqlarından qan damır, əli qolu da yerindədir. Onu tərs-tərs süzməyimdən heç tükü də tərpənmədi. Vecinə də olmadı, pulunun qalanını da götürüb çıxıb getdi. Heç sağ ol da demədi. Yerimə kim olsaydı, inanın ki, dişinin dibindən çıxanı deyərdi. Amma neyniyim ki, mən bu mədəniyyətin sahibi deyiləm. İldir ki, kassir kimi çalışan Nigar Rzayeva gününün 9 saatını iş başında keçirir. İşindən yorulmayan müsahibim deyir ki, bütün pərakəndə satış məntəqələrində olduğu kimi burada da vaxtaşırı sıxlıq yaşanır. Əsasən də nahar vaxtı. Elə işin çətin məqamları da məhz bu saatlara təsadüf edir. Sıralarını pozub önə keçib tez getmək istəyənlər olur ki, onları digər müştərilər narazılığını bildirən zaman biz də söylüyoruz ki, biraz səbirli olub sıranızı gözləsəniz daha yaxşı olar. Bəzən də olur ki, üstümüzə qışqırırlar falan filan. Amma onu da yola verməyə çalışırıq. Belə hallar təbii ki, gün ərzində insanın əhval-ruhiyyəsinə də təsirsiz ötüşmür. Növbə pozuntuları kimi negativ situasiyaların baş verməməsi üçünsə ticarət mərkəzlərində menecerlər fəaliyyət göstərirlər. 1 ila 10 ürün arasında ürün aldığımızda müşterilerimiz, bu müşterimize özel bir kasadan geçiriyoruz ki növbeyi azaltmak adına. 1 yıl sonra 2013 yılında kasa sayımızı 2 tane daha arttırdık. 9 kasaya çıktı ki müşterimize daha iyi hizmet verip növbe sırasını azaltmak adına. Daha sonrasında baktık ki hani yine növbe oluyor kasalarımızda. 3 kasa daha artırarak toplam kasa sayımızı şu an olduğu gibi 12'ye yükseltdik. Təbii ki, sıra pozma halları ilə təkcə ticarət mərkəzlərində qarşılaşmırıq. Belə problemlə ictimai nəqliyyatda demək olar ki, hər gün üzləşirik. Nə oldu da? Hər gün qarşılaşdığımız bir mənzərə. Avtobusa minmək istədim, amma yenə də alınmadı. Niyə alınmadı? Çünki yenə də növbəni pozdular. Ay bala, deyirsən ki, bir böyük var, kiçik var. Niyə axı növbəni pozursunuz? Deyəndə də eşitməzlikdən gəlirlər. Belə halların aradan qaldırılmasında ictimai qınaq da böyük əhəmiyyət kəsb edir. Düzdür, bugün kimi dindirsən, hamı deyəcək ki, mən növbə tuturam və səbirlə, təmkinlə öz növbəmi gözləyirəm. Hətta sıranı pozanlar arasında gileylənənlər belə tapılacaq. Yaxşı reaksiya vermirəm. Növbəni əgər pozursa, bu demək ki, növbəni pozmuş olur. Yəni bu müsbət bir şey deyil ki. Tələsirəmsə bəlkə əsəbi olsam, onda nəsə deyə bilərəm, aqressiv olaraq. Yaşlılığından istifadə eləyirlər ki, ay yaşlıyam, filanam. Növbəni də pozurlar, sıranı da pozurlar. İtəliyirlər də sözlərlə tapdalayırlar da. Heç nə də demirsiniz. Nə deyə bilərik? Üzdən belə sifət göstərirəm və salam. Apardığımız sorğudan elə bəlli oldu ki, hər kəs hüquqlarını bilir və heç kəsin haqqına girmir. Əgər qayda pozuntusuna heç kəs yol vermirsə, onda bu cür hallar niyə hər gün müşahidə olunur? Bəlkə də növbəni pozanlardan birincisi elə özümüzük. Nizam-intizamla növbə mədəniyyətinə riayət edən ölkələr arasında İngiltərə 1-ci yer tutur, 2-ci yerdə isə Rusiya qərarlaşıb. Bəs görəsən bizdə növbəni pozanlar xarici ölkələrdə olarkən niyə belə davrana bilmirlər? Mən bunu görmüşəm, bir neçə dəfə olub belə ki, lap bizim insanlar ya digər millətin nümayəndələri növbəsiz girmək istəyən, xüsusən də bu Qafqaz xalqlarına aiddir Rusiyada. Orada yaşlı, təqaüddə olan Rus qadınları ona hücum ediblər ki, sən kimsən ki, gəlmişsən Rusiyaya, hələ bizim qayda qanunlarımızı, bizim etik normalarımızı pozursan və növbəsiz daxil olmaq istəyirsən gələcəmizə. Odur ki, siz də hüquqlarınızı bilin və qorumağa çalışın. Unutmayın, 5 dəqiqə o yana, 5 dəqiqə bu yana ilə dünya dağılan deyil.
amma insan harmoniyası dağıla bilər. Könül Rafiq qızı, Turab Məmmədov, Rəşad Məmmədov, Lider TV. Uzaq qohumdan yaxın qonşu yaxşıdır. Bu doğrudan da belədir. İstər xeyir iş olsun, istər dar məqam. Dadına yetən birinci qonşular olur. Təbii ki, söhbət yaxşı qonşulardan gedir. Elə biz də qonşumuzla bir evli kimiyik. Mən işdən gələndə bu ailənin kiçik oğlu qucağıma qaçır. Şokolad, konfet payını tələb edir. Tanış istərdim. Axı biz özümüzdə uşaq olmuşuq. Bax elə bu karamellər, şirniyyatlar ucbatından həmişə süd dişlərimizlə vaxtından əvvəl vidalaşardıq. Bu kareski var, onunla nəinki uşaq, heç indi böyüklər də bacarmır. Səbəbsə elə biz özümüzük. Çünki vaxtında onlarla necə davranmağın, onlara necə qulluq etməyin yollarını öyrənə bilmirik. İş işdən keçəndən sonra isə möhtac qalırıq protezə. Sıradakı sujetdə də elə dişlərə qulluq qaydaları izah olunacaq. Özü də təbii yollarla. Gəlin bir yerdə baxaq. Dişlər həzm sisteminin vacib hissələrindən biridir. Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərdən asılıdır. Eyni zamanda dişlər xarici görünüşümüzdə estetik gözəlliyimizi tamamlayan elementdir. Məhz bu baxımdan dişləri qorumaq, bəyaz qalmasını saxlamaq çox önəmlidir. Hələ lap qədim zamanlarda dişləri təmizləmək üçün budaq, quş tükü, heyvan sümüyü, kirpi tikanı kimi təbii vasitələrdən istifadə olunur. İlk diş fırçası isə eramızdan əvvəl 3000-ci ildə qədim Misirdə olub, qələm boyda ağac budaqlarından istifadə edilib. Bəli, artıq söhbətin nədən getdiyini siz də bildiniz. Bəs görürsən paytaxt sakinləri dişlərini hansı təbii yolla ağardırlar? Gəlin bunu birlikdə öyrənək. Ev şəraitində mən dişlərimi duzlu su ilə bəzən də sodalı su ilə və ya qarqara və yaxud diş pastasına, diş fırçasına sürtməklə istifadə edirəm. Soda ilə ağardırlar ev şəraitində. Bir-iki dəfə də özüm istifadə eləmişəm. Gündəlik münasib olaraq 3 dəfə dişlər fırçalanması hər gün orta axşam yatmazdan qabaq fırçalayıram. Belə də xeyrini görürəm də yəni. Təbii ki, sağlam və bəyaz dişlərə sahib olmaq hər kəsin istəyidir. Lakin qəbul etdiyimiz qida, isti-soyuq içkilər dişlərimizi zədələməklə yanaşı rənginə də təsir göstərir. Stomatoloqların fikrincə gün ərzində dişləri 2 dəfə yumaqla bakteriyaları məhv edərək həm təmizliyi, həm də bəyazlığı saxlamaq olar. Gün ərzində 3-4 dəfə qidalanma olur və bu diş ətləri, diş daşlarının əmələ gəlməsi qaçınılmazdır. Məsələn, siqaret çəkənlərdən nikotin bir növ rənglənmə yaradır. Yəni, xüsusi maddə ki, dişlərin səthini rənglənmə yaradır, yəni tünləşmə verir. Sonra tün qəhvə içənlər, sonra tün çay qəbulu bu kimi halları gətirib çıxarır. Təmizləmənin effektivliyi həmin fırçanın liflərin sərtliyindən yox, həmin fırçanın dizaynından asılıdır. Məsələn, sərt liflər əsasən aşırı sürtülmə və diş ətində cızıq yarada bilər, şiknik, hiperemiya. Yəni, məsləhət görülür ki, orta sərtlikli diş fırçalarına istifadə olunsun. Əksəriyyətimiz çox zaman stomatoloqa üz tutmağa qorxuruq. Elə buna görə də dişlərimizdəki problemlər daha da artmağa başlayır. Bəyazlığını itirmiş dişlər isə sahibinə komplekslər yaradır. Bu narahatlıqları yaşamamaq üçün sizə evinizdə təbii yollarla diş ağartma üsullarını təqdim edirik. Banan bizim hər zaman sevə-sevə yediyimiz meyvədir. Lakin bananı yedikdən sonra qabığını qətiyyən atmayın. Çünki banan qabığı sizə dişlərinizi ağartmaqda yardımcı olacaq. Mən artıq ilk dəfədən effekti gördüm. Məncə siz də istifadə eləsəz heç peşman olmazsınız. Alma sirkəsi də diş ağartmada ideal seçim ola bilər. Bunun üçün 3 xörək qaşığı suya 1 xörək qaşığı alma sirkəsi töküb, qarışdırıb qarqara eləyin. Bəyazlatma ilə yanaşı bu prosedur həm də diş minasını möhkəmləndirir. Növbəti diş ağardıcı vasitə olaraq süfrə duzu məsləhət görülür. Dişlərinizi duzla sürtməklə istədiyiniz bəyazlığa qovuşacaqsınız. Duz antibakteriyal xüsusiyyətə malik olduğuna görə diş ətindəki problemləri də həll eləyir. Zeytunu adicə bir pambıq kürəziyə biz sürüb dişlərə sürsək, həqiqətən də həmin anda biz ağarmanı görəcəyik. Bu zeytun yağının həmin bu, yəni ağartmanın təsir etməsi mexanizması onun tərkibində antioksidant, oksidləşmənin qarşısını alan xüsusi molekuların olmasıdır. Alma sirkəsindən istifadə oluna bilər. Sirkənin tərkibində aldehid var, yəni aldehid qrupu maddələr. Diş ərpinin strukturunu yığan bir mexanizma var. Həmin rabitələr vasitəsilə olur ki, yəni formalaşır, diş daşı yaradır. Həmin rabitəni qırır.
qırır və nəticədə həm olanın rast gələn diş daşının, yəni ərəblə çökündüyünü təmizləyir, həm də mütəmadi olaraq istifadə edilməsi yeni əmələ gəlməsinin qarşısını alır. Qeyd olunan tövsiyələrə siz də əməl etsəz, gözqamaşdırıcı bəyaz dişlərə sahib olacaqsınız. Özünüzə güvənli gülüşünüz isə gözəlliyinizə daha bir şarm qatacaq. Gülbənd Şahin qızı, Ziya Allahyarov, Könül Rafiq qızı, Lider TV. Fikir vermişsiniz, elə insanlar var ki, baxırsan zəhmindən adamın zəhri yarılır. Elə bilirsən bundan təkəbbürlüsü, özündən müştəbehi yoxdur. Amma vaxt gəlir təsadüf edir və o tanımadığın, antipatiya bəslədiyin həmin insanla ya yol gedəsi, ya hansısa məclisdə iştirak edəsi, ya da sadəcə kəlmə kəsməli olursan. Bir də baxırsan nə? Sən demə yekəxana bildiyiniz bu insanda zərrə qədər də özünü bəyənmişlik yoxdur. Hətta gözlədiyinizin tam əksi ilə qarşılaşırsınız. Olduqca mehriban, səmimi, təvazökar, hətta müəyyən qədər də utancaq insan görürsən. Bu isə bir daha onu sübut edir ki, insanı tanımadan, bilmədən onun haqqında mühakimə yürütmək olmaz. Amma deyəsən bizim Vüqar fərqli düşüncədədir. Nəsə sözün varsa, buyur Vüqar, bizim proqram demokratik prinsiplərə əsaslanır. Çox vaxtı biz ətrafdakı bəzi insanların çətin adamlar olduğunu deyib onlarla münasibət qura bilmirik. Bəs bunun səbəbi nədir? Günah bizdədir yoxsa onlarda? Bu sualları araşdırmağa çalışacağıq. İnsanlarla münasibət quranda çətinlik çəkirsiniz? İnsanlarla münasibət quranda baxır insana da, yəni elə insan var ki, arolar tutuşur, tez necə deyim, yola gedirsən. Eləsə də var ki, sənin dediyin onu götürmür, o dediyin sən götürmürsən, olmur, alınmır, yəni münasibət alınmır. İnsanlarla baxır, o da insana da hərə bir fərqli insanlarda hərənin öz düşüncəsi var. Belə də ki, yəni, elə bir insanla münasibətdə olmamışam ki, onda çətinlik çəkim. Xeyr, çəkmirəm. Çünki mənim üçün çox asan da olur. Tez dil tapıram insanlarla. Baxır insana, bir də baxır, nə çalışmaq lazım ki, o insan səviyyəsinə uyğun danışıq qurasan, yəni ünsiyyətini o yöndə yönləndirəsən ki, həm o insanı tanıya biləsən, həm də özünü ona tanıda biləsən. Düşünürəm ki, yox, çətinlik çəkmirəm. Yəqin ki, iş yerinizdə, kollektivdə və ya ümumiyyətlə dostlarınız arasında çətin adamlara rast gəlirsiniz. Mütəxəssislər isə ünsiyyət qurmaqdan çəkinən belə insanları çətin adam adlandırırlar. Ünsiyyət zamanı insanlara fərqli yanaşmaq lazımdır. Hər insan öz temperament tipi və xarakteri mövcuddur ki, biz ona uyğun ona davransaq, əslində qapalı insan yoxdur. Elə insanlar var ki, onların dediyimiz kimi müəyyən sərhədləri var və biz məsəl üçün onun şəxsi həyatı, ailəsi barəsində müəyyən suallar verdikdə bu insanlarda baryer yaranır, yəni müdafiə mexanizmi yaranır və onlar susmağa başlayır və yaxud da ki, aqressiya göstərə bilərlər. Qəhrəmanımız Elçin Aslanov isə bəzi insanlarla ünsiyyət qurarkən problemlərlə üzləşir. Dostları onu çətin adam adlandırsa da Elçin tam əksini düşünür. O deyir ki, insanlarla münasibət qurmaq asan iş deyil və bununla bağlı yaşanan problemlərin səbəbini hər kəs birinci növbədə özündə axtarmalıdır. Çalışıram dil tapam hər adamla. Hərənin dillər el arasında dillər, hərənin öz dili var. Mən də çalışıram hər adamla. Bəziləri üçün təbii mənimlə münasibət, ünsiyyət qurmaq çətindir. Adətən çalışıram ki, ünsiyyət qura bilməyəcəyəm. Mənim kim nəsə çətindirsə, el adamlardan çalışıram həmişə uzaq duram. Çünki mənə məsələn el adamlarına maraqlı olmur. Vaxt keçirmək maraqsız olduğu üçün mən çalışıram elə insanlarla biraz uzaq duram. Yəni özümə uyğun, xarakterimə, xasiyyətimə uyğun çalışıram insanlarla ünsiyyət quram. Araşdırmalar da göstərir ki, əslində çətin adam stereotipini insanlar özləri yaradırlar. Bu mövzunu dərindən araşdıranlardan biri də məşhur psixoloq Robert Bramsondur. O müəllifi olduğu Çətin adamla yola getmək kitabında bəzi insanların fərqli davranışlarını izah etməyə, onlarla necə deyərlər, dil tapmağın yollarını tapmağa çalışır. Çətin adamların özünə məxsus xüsusiyyətlərini sadalamaq mümkündür. Bütün bu xüsusiyyətlərə əsasən də çətin adamları 5 qrupa ayırmaq olar. Aqressiv, çoxbilmiş, şikayətçi, haqsızlıqla qarşılaşan və gizli hücum edənlərə.
Mütəxəssislər bu tip insanlarla ünsiyyət qurmağın bəzi sirlərini də açıqlayırlar. Ünsiyyət iki insan arasında olduğu üçün burada hər iki tərəfdə müəyyən problemlər deməli baş verə bilər, amma uğurlu ünsiyyətin də özünə məxsus müəyyən düsturları mövcuddur. İlk öncə doğrudan səmimi olmaq lazımdır. Ümumiyyətlə uğurlu ünsiyyəti əldə etmək üçün biz qarşı tərəfi adınla xitab etməyə çox fikir verməliyik həmin insana və təbii ki, onunla ürəkdən maraqlanmalıyıq. Yəni tam səmimi olaraq onun haqqında müəyyən şeyləri özümüz haqqında danışmağa tələsməməliyik. Bu digər insanları tezcə bezdirir və onlar artıq bizi dinləmək istəmirlər. Birinci qrupa aid olan insanlarla danışarkən ilk növbədə aqressiv olmamağa, sakit şəkildə özünü ifadə etməyə çalışmalısınız. Çox bilmişlərlə söhbət etdiyiniz zaman isə hazırlıqlı olun. Onun qabiliyyətlərini qiymətləndirin. Şikayətçilərə isə qulaq asın. Onlarla mübahisə etməyin isə heç bir faydası yoxdur. Ancaq onların qarşısında müdafiəsiz də davranmayın. Haqsızlıqla qarşılaşanlara gəldikdə onları dinləyib başa düşdüyünüzü göstərməyə çalışın. O ki qaldı sizə gizli hücum etmək istəyən insanlara onlarla danışanda geri çəkilməyin. Unutmayın, sözünüzü hərdən zarafata salmaqla da deyə də bilərsiniz. Tamaşaçılarımız yəqin ki, çətin adam olub-olmadıqlarını özləri üçün müəyyənləşdirdilər. Bəlkə əhatəsindəki çətin insanları müəyyən edənlər də oldu. Ancaq necə deyərlər, qətli qorxusu yoxdur. Əgər süjetimizi diqqətlə izlədiksə, əminəm ki, tövsiyələrimiz sayəsində ən daş qəlbli insanın ürəyinə belə yol tapa biləcəksiniz. Vüqar Səfərli, Elvin Muradov, Lider TV. Yəqin mənə baxanda düşünürsünüz ki, yazıq uşağı ac saxlayırlar. İnandırım sizi ki, evdə bəlkə də redaksiyamızda da məndən çox yeyən yoxdur. Deyəcəksiniz onda yəqin mızmızsan. Heç belə də deyil. Daşdan yumşaq nə olsa yeyənəm. Bax, mızmız görmək istəyən bizə gəlib bacımı görsün yetər. Bu qız ta uşaqlıqdan anama zülm edib. Yeməyi nə isti olmalıdır, nə soyuq. Şorba içmir. İçsə də gərək boş qabında bir dənə də soğan olmasın. Özü də harda əngəlli yemək var, ondan istəyər. Xəngəl, qutab, düşbərə, bilinç kimi. Amma açığını deyim, onun bu xasiyyəti sayəsində arada mənim də bəxtim gətirir. O bişitdirir, mən də nuş edirəm. Anladığım qədərilə sıradakı sujetdə də hazırlanması biraz əngəlli olan desertdən söz açılacaq. Nədən? Makarondan. Daha doğrusu fransız mətbəxinin şirniyyatı olan və adı ilə makarondan heç də fərqlənməyən makaronidən. Sizin üçün də maraqlıdırsa, onda gəlin bir yerdə izləyək. Fransanın məşhur dadına doyum olmayan şirniyyatları dünyanın bütün ölkələrinə ixrac olunur. Elə onlardan biri də bizim ölkəmizdir. Bu dəfəki sujetimiz isə Fransada kifayət qədər məşhur olan rəngarəng makaronilər haqqındadır. Qədim tarixə görə makaroninin ilk dəfə İtalyan aşpazının kral və ailəsi üçün hazırlandığı deyilir. Hekayəyə görə Nancy şəhərində Margarita və Mari Elizabeth bacıları ilk dəfə makaroni şirniyyatını ciddi dietik qanunları pozmaq üçün hazırladıblar. Şəhərimizin bir çox yerlərində satılan makaronilər demək olar ki, artıq hər kəs tərəfindən sevilməyə başlanılıb. Yəqin sizə də maraqlıdır ki, bu rəngli dadlı şirniyyatlar necə hazırlanır və tarixi necədir? Bu haqda isə bizim əməkdaşımız Sevda bizə məlumat verəcək, yaxınlaşaq ona. Əslən bizim makaronlar və ümumiyyətlə fransız şirniyyatları çox məşhurdur. Xüsusən də bizim ölkədə də artıq məşhurluğa addımlayır və bir tək biz deyilik, çox yerdə makaronlar var, amma bizim makaronlarımız digər makaronlardan seçilir. Həm tərkib hissələri ilə, həm də ki razmerləri ilə, yumuşaqlığı ilə və qorunma, saxlama müddəti ilə fərqlənir. Bizdə 4 gün, məsəl üçün mağazanın prinsiplərinə uyğun olaraq 4 gün saxlanılır, digər mağazalarda isə 1 həftə saxlanılır. Amma ona görə ki, yox ki, 4 gündən sonra onlar xarab olur, yox, heç də elə deyil. Sadəcə 4 gündən sonra onlar öz təravətini, yumuşaqlığını və dadını itirir. Çünki onlar təbii ingredientlərdən istifadə olunur. 1830-cu illərdə ilk makaronilər likor və ya cemlə hazırlanırdı. Bu şirniyyatın resepti Fransanın hər bir şəhərində fərqlidir. Makaroninin hazırlanmasında isə əsasən meyvədən, badamdan və baldan istifadə edilir. Makaroni adətən pudra şəkəri, yumurta ağı, badam tozu və rənglərdən hazırlanır.
2 qat arası mürəbbə və ya kremdən ibarət piçenya formasında olur. İlk görünüşdən zavod istehsalını xatırlatsa da, bu rəngli şirniyyat sırf əl işidir. Ağızda tez əriməsi üçün üstü yumşaq edilir. İçliyinə görə isə makaroninin müxtəlif çeşidləri var. Südlü şokolad bizdə daha çox alınır. Marakuya egzotik meyvədir, südlü şokoladla olanı. Yoğurtlu vidlərimiz var. Yəni yeni mövsümdə yayda bizdə yoğurt mövsümləri gəlib. Qızılgüldür, moruqdur, yoğurtdur. Sonra lime ilə yoğurtdur, greypfrut yoğurtla gəlir. Həm də bizim brend uyğunlaşmayan dadları daha çox uyğunlaşdırır. Məsəl üçün limonla zeytun, bəli, limonla zeytun budur. Bir dənə qalır. Yəni bizdə də egzotikanı sevən millətimiz də var, alırlar. Uyğunlaşmayan dadlarını, yəni risk edib dadına baxırlar, həm də çox gözəl alınır. Üstü cazibəli görünən, içi yup-yumuşaq rəngarəng makaroniləri evdə də asan üsulla hazır edə bilərsiniz. Bunun üçün sizə yumurta ağı, şəkər, badam unu, pudra şəkəri, krem və ya şokolad lazım olacaq. 2010-cu ildə makaronilər Birləşmiş Ştatlarda xeyli məşhurlaşıb. Bugün bizdə də gənclər makaroniləri bir-birinə şirin hədiyyə kimi təqdim edir. Ağızda əriyən, xəfif, fərqli dad arayırsınızsa, məncə makaronilər ən düzgün seçimdir. Bu şirniyyatın verdiyi zövqü hiss etmək üçünsə ən azı ikisinin dadına baxmaq kifayət edir. Türkan Mahmudova, Elşad Məmmədov, Lider tərəf. Bizdən bu qədər. İndi bildiniz ki, fransız makaronu ilə İtalyan makaronu arasında nə qədər fərq var. Dişlərinizə də vaxtında qulluq edin ki, sonradan protezə möhtac olmayasınız. Bütün bunlar öz yerində. Çalışın, heç olmasa ictimai yerlərdə, əsasən də satış obyektlərində növbəyə durmağı bacarasınız. Əks halda növbəsinə girdiyiniz insan xaraktercə mənim kimi sakit, dilsiz, ağızsız olmaya da bilər. Sağ olun, salamat qalın. Elə bil üz üstə yıxılacam. La 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 la. Bir də. La 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 la. Çatdıq. Düşüm. Düz demişəm də. Bir də baxırsan nə? Antipatiya bəslədiyin həmin adı ilə makaronla heç də fərqlənməyən makaronidən.